Salam aleykum, hər vaxtınız xeyir dəyərli izləyicilər. Bugün sizinlə bəlkə də kanalımızın ən çox gözlənilən və ən vacib mövzularından birinə toxunuruq. Bir izləyicimiz çox yerində bir sual vermişdi. İkinci əl bazarında aldanmamaq üçün peşəkarcasına maşın necə seçməliyik? Bugün həmin sualı detalına qədər cavablandırırıq. İkinci əl avtomobil almaq əslində bir dedektiv işidir. İlk baxışda hər şey parlaq və ideal görünə bilər, amma biz o parıltının arxasındakı həqiqəti tapmalıyıq. Prosesə maşına uzaqdan baxmaqla başlayırıq. Maşının duruşu sizə çox şey deyir. Əgər maşın bir tərəfə meyillidirsə və ya detalların arasındakı boşluqlar, zazorlar simmetrik deyilsə, deməli bu avtomobil ciddi bir zərbə alıb və ya kurslar üsulla yığılıb. Xüsusən qapıların, kapotun və baqajın birləşmə yerlərinə baxın. Əgər boşluq bir tərəfdə dar, digər tərəfdə gendirsə, bu gövdənin həndəsəsinin, geometriyasının pozulduğunu ilk əlamətidir. Daha sonra vuruq məsələsinə dərindən baxaq. Qapı rezinlərini azca aralayıb altına baxmaqdan çəkinməyin. Oradakı zavod qaynaq nöqtələri, toçkalar yerindədirmi? Əgər orada hamarlıq yoxdursa və ya rəng fərqi varsa, deməli maşının yanından ciddi zərbə alıb. Eyni zamanda bütün şüşələrin künclərindəki rəqəmləri yoxlayın. Bütün avtomobillərin şüşələrinin küncündə şüşəni istehsal edən firmanın adı və tarix yazılır. Bütün şüşələrin eyni olmasına diqqət yetirin. Firma eyni olsa belə tarixlər fərqli ola bilər. Əgər hansısa bir şüşə dəyişibsə, bu o deməkdir ki, həmin tərəfdən avtomobil zərbə almış ola bilər. Amma bu heç də hər zaman avtomobilin zərbə aldığı mənasına gəlmir. Əgər şüşələrdə fərq varsa, bunu mütləq satıcıdan soruşun. Çünki ola bilər ki, sadəcə kiçik bir çata görə şüşə dəyişdirilib və ya avtomobilin sahibi özü daha tünd və yaxud ultrabənövşəyi şüşə tərcih etmiş ola bilər. Mühərrik bölməsinə keçəndə çoxlarının etdiyi bir səhvi etməyin. Tərtəmiz yuyulmuş mühərrik hər zaman yaxşı deyil. Əksinə mühərrikin tozlu torpaqlı olması daha yaxşıdır. Çünki bu zaman yağ sızmalarını aydın görmək olur. Əgər hər yer parıldayırsa, yəni mühərrik yuyulubsa, deməli satıcı nəsə gizlədir. Yağ qapağını açın və altına baxın. Əgər ağ rəngli köpük və ya qatılaşdırılmış qalıqlar görsəniz, bu mühərrikdən uzaq durun. Çünki bu soyutma mayyəsinin yağa qarışdığını göstəricisidir. Soyutma mayyəsinin antifrizin qabına da baxın. İçində yağ ləkələri olmamalıdır. Daxili salona keçəndə isə spidometrdəki rəqəmləri yox, sükanın, oturacağın və pedalların vəziyyətinə baxın. Əgər maşın 80-90 min getmiş kimi göstərilirsə, amma sükanın dərsi soyulubsa, oturacağın yanı sökülübsə, bu maşın real gedişi 200 mindən çoxdur. Həmçinin bütün düymələri yoxlayın. Kondisioneri ən yüksək temperaturda və ən soyuqda necə işlədiyinə baxın. Pəncərələr səs çıxarırmı? Bunları yoxlayın. Bütün bunlar kiçik görünsə də, sonra sizin üçün əlavə xərc deməkdir. Ən kritik məqam isə tez sürüşüdür. Sükan arxasına keçəndə musiqini söndürün və səssizlikdə qulaq asın. Maşının sürətlər qutusu, korobka keçəndə atma və ya gecikdirmə edirmi? Sükanı buraxanda maşın sağa-sola qaçırmı? Əyləcə basanda sükanda titrəmə olurmu? Əgər bu əlamətlərdən biri varsa, deməli alt hissədə, pedokda və ya əyləc sistemində ciddi bir problem var. Sonda isə unutmayın, nə qədər təcrübəli olsanız da maşını mütləq müstəqil bir servisə və ya güvəndiyiniz bir ustaya aparın. Kompüter diaqnostikası gizli qalan elektron xətaları üzə çıxaracaq. Satıcı maşın güllə kimidir desə də, sizin üçün ən yaxşı sübut usta rəyi və gözünüzlə gördüyünüz detallardır. Bu qaydalara əməl etsəniz, ikinci əl bazarında həm cibiniz, həm də əsəbləriniz pozulmamış olar. Belə dostlar, bugünlük məndən bu qədər qısa bir video idi, çünki ümumiləşdirə biləcəyimiz çox az şey var. Hər avtomobilin zəif cəhətləri, diqqət edilməli nöqtələri fərqlidir. Mən avtomobil video icmalları çəkdikcə hər avtomobilin zəif cəhətlərini sizin nəzərinizə çatdırmağa çalışıram. Növbəti videolarda görüşmək üzrə, özünüzə yaxşı baxın.